Bugünkü dərsimiz mayələrin xassələridir. Bugünkü mövzumuz, başlayacağımız ilk mövzu səthi gərilmə qüvvəsi. Səthi gərilmə qüvvəsini anlaya bilmək üçün ilk öncə səthi gərilmə hadisəsini izah etmək lazımdır. Səthi gərilmə hadisəsini izah etmək üçün bir qab düşünürsüz. Belə bir qab çəkirəm və bunun içində bir maye var. Mayenin səthində bir də daxilində bir molekul, bir tuş düşünün. Yəni bir başqa bir molekul düşünün. Başqa cins, su cinsindən olmayan başqa bir molekul düşünün. Bax, bu molekula bu su tərəfindən sağa çəkən qüvvə ilə sola çəkən qüvvə bir-birini tarazlaşdırır. Aşağı qüvvə ilə yuxarıya gedən qüvvələr tarazlaşdırır. E, Bu qüvvələr ümumiyyətlə bir-birinin hamısı tarazlaşdırır və bu tarazlıqda qalır. İndi bu molekulun səthdə olduğunu düşünək. Yəni suyun səthində olduğunu düşünək. Bu suyun səthində sağa doğru çəkən qüvvə sola doğru çəkən qüvvəyə bərabərdir. Bu qüvvə ilə bu qüvvənin əvəzləyicisi də mərkəzə aşağıya doğrudur. Onda nəticədə buna təsir edən yekun əvəzləyici qüvvə qıraqdan çəkib göstərirəm. Bu molekula təsir edən yekun əvəzləyici qüvvə aşağıya yönəlir. Onda səthdə çoxlu sayda belə milyonlarla molekulun olduğunu düşünün və hər bir molekulun da səthdə doğru çəkildiyini düşünün. Onda bu mayenin səthi gərili vəziyyətdə qalacaq. Baba belə düşünün, bax hər bir molekul bax səthə doğru belə bu formada çəkilir. Onda bu mayenin səthi gərili vəziyyətdə qalacaq. Yəni bu qüvvə, bu əvəzləyici qüvvə bu mayenin səthində bir molekulyar təzyiq yaradacaq. Ee, may, Səthdəki molekulların maye daxilinə cəzb olunması nəticəsində molekulyar təzyiqin yaranması hadisəsi adlanır səthi gərilmə hadisəsi. Yenə təkrar eləyirəm. Səthdəki molekulların maye daxilinə cəzb olunması nəticəsində molekulyar təzyiqin yaranması hadisəsi adlanır səthi gərilmə hadisəsi. Mayenin səthini gərili vəziyyətdə saxlayan qüvvəyə səthi gərilmə qüvvəsi deyilir. Səthi gərilmə qüvvəsi mayenin səthini gərilmiş vəziyyətdə saxlayır və mayenin həcmini kiçiltməyə çalışır. Səthi gərilmə qüvvəsi mayenin səthini kiçiltməyə çalışır. Bax, bu maye səthi bu cür əyilmiş forma alır. Bu əyilmiş forma alanda bax, burada səthi gərilmə qüvvəsi maye daxilinə doğrudur. Bura yazırıq F səthi gərilmə qüvvəsi. F səthi gərilmə qüvvəsidir. Bax belə. Və səthi gərilmə qüvvəsi hansı düsturdan hesablanır? Deyim sizə. Bu arada burada deyim, bu mayenin dibində də səthi gərilmə qüvvəsinin istiqaməti yuxarıya doğrudur. Yəni səthi gərilmə qüvvəsi çalışır ki, mayenin səthini kiçiltməyə çalışsın, balacalaşdırmağa çalışsın. Səthi gərilmə qüvvəsi bu düsturdan hesablanır. F səthi gərilmə qüvvəsi bərabərdir sigma vurulsun L. Sigma vurulsun L. Burada sigma nədir, L nədir? Hamısını izah eləyəcəm. Burada sigma səthi gərilmə əmsalıdır. L isə mayenin kənarlarının uzunluğudur.
Mayenin olduğu qabın kənarlarının uzunluğu. Məsəl üçün mayeni biz vedrəyə tökmüşüksə, vedrə çevrədə axı çevrənin uzunluğu olacaq. Hə, bu düsturu yenə genişləndirək. F səthi gəlmə qüvvəsi bərabərdir. Həmin dediyim şey, yəni çevrədirsə bunun elin yerinə biz yaza bilərik. 2 pi yer vurulsun sigma. 2 yer bizdə diametri verir. Onda səthi gəlmə qüvvəsi olacaq pi d sigma. Bax, bu səthi gəlmə qüvvəsinin düsturlarıdır. Çox vacib düsturlardır. Çünki birinci başlıq və ikinci başlıqda bu düstura çox istinad edəcəyik. Bax belə. Və qrafikdən görürsünüz Pi ki, hardan gəldi? bəli, Pi hardan gəldi ki, ora o çevrə zad? elə bil ki, mayeni belə vedrə şəkilli qaba tökmüsən. Məsələn, süd də, hə? Südü vedrə şəkilli qaba tökmüsən. Bu vedrənin bu ağzı nə şəkildə olur? Hə, bildim, Hə, çevrə çevrə olacaq. şəklində olur və çevrənin uzunluğu nətər tapılır? 2 pi yerlə tapılır, hə? Hə, oradan gəldi. Başa Bəs düşdün? burada dediniz, səthi gərilmə mayenin səthinin sayəsini azaltmağa çalışır. O nə deməkdir ki? Məsəl üçün bu hadisəni başa düşmək üçün gərək biz buna yəni görək. Məsəl üçün qışda südü qoyurlar, məsələn, asırlar şeydən, bu tövlərdən bir simdən asırlar. Səhər durub görsən ki, sütün üzü tamamilə bərkiyib. Yəni nə mənada bərkiyib? Yəni qatılaşıb da. Onun səbəbi səthi gəlmə qüvvəsidir. Yəni belə deyək də süddə olan qaymaq, qaymaq molekulları mayenin daxilinə doğru çəkiliblər və həmin o sütün səthi daralmış vəziyyətdə olur. Həmin o daralmış vəziyyətdə saxlayan qüvvə səthi gəlmə qüvvəsidir. Və yaxud da belə deyək ki, tutaq ki, əlimizi yağlı əlimizi soyuq su ilə yuyanda əlimizin səthində soyuq su molekulları olur. Görürsən ki, o molekullar su görsən su damcıları molekul deyirəm, su damcıları kürə formasında olur. Həmin o damcıları kürə formasında saxlayan qüvvə səthi gəlmə qüvvəsidir. Və səthi gəlmə qüvvəsi bu mayenin kənarının uzunluğundan düz mütənasib asılıdır. Düz mütənasib asılıdır. Həmçinin səthi gəlmə qüvvəsi çevrənin radiusundan və diametrindən də düz asılıdır. Bu şəkildə qrafik çəkə bilərik. Burada sigma səthi gəlmə əmsalıdır. Səthi gərilmə əmsalı. Səthi gəlmə əmsalını biz tapsaq, sigma bərabər olacaq F səthi gəlmə qüvvəsi bölünsün L. Bunun vahidi nə olar şagirdlər? Deməli, səthi gəlmə əmsalının vahidi olacaq Newton böl metr. Sərtlik əmsalının vahidi də xatırlayırsınızsa Newton böl metrdir. Səthi gəlmə əmsalı sigma L-dən, R-dən, D-dən, mayenin kütləsindən aslı deyil. Çünki əmsallar aslı olmur. Aslı deyilsə bəs nədənsə aslı olmalıdır? Aslıdır nədən? Mayenin növündən və temperaturundan asılıdır. Yazaq bura ki, mayenin növündən və temperaturundan asılıdır. Temperatur artanda səthi gəlmə əmsalı aşağı düşür. Yəni bunu yadda saxlasanız bəs eləyər. İndi ola bilər ki, tökdüyümüz qab kvadrat şəkilli olsun. Onda kvadratın kənarının uzunluğu 4A şəklində olur. Onda bizim səthi gəlmə qüvvəmiz kvadrat şəkilli boru üçün
Bax belə hər tərəfi A olan boru üçün səthi gərilmə qüvvəsi bu üstündən tapılacaq. Sigma vurulsun 4A şəklində tapılacaq. Çünki kvadratın bütün tərəflərinin uzunluğu 4A-ya bərabərdir. Aha, səthi gəlmə qüvvəsi haqqında deyəcəklərimiz bu qədər. İndi keçirik biz buraya yazaq kvadrat şəkilli. Kvadrat şəkilli. İndi biz keçəcəyik islatma və kaplyar hadisələr. Mövzumuzun adı islatma və kaplyar hadisələrdir. İslatma və kaplyar hadisələr. Mayyəni bərk cismi isladıb islatmamasına görə iki növə ayrılır. İsladan maye, bir də islatmayan maye. İsladan və islatmayan. O buraya yazaq. Bir, isladan maye. İsladan maye. Digəri isə islatmayan maye. Necə müəyyən edirlər ki, daha doğrusu necə müəyyən ediblər ki, maye haçan isladan olur, haçan islatmayan olur. Bu təkcə mayenin özündən yox, maye ilə bərk cismin molekullarından asılıdır. Təkcə mayenin növündən asılı deyil ki, bu isladan mayedir, bu islatmayan mayedir. Yəni, düşdüyü səthdən də asılıdır. Baxın, tutaq ki, belə bir bərk səth var. Bərk səth və burada bərk səth molekulunun adını qoyuram B molekulu, yəni bərk səthin molekulu. Tutaq ki, bu bərk səthin üzərinə bir maye damcısı düşüb. Mayenin də 2 dənə molekulunu qeyd edirəm. 2 dənə molekul götürürəm mayədən. İkisinin də adını qoyuram M, yəni maye. İndi bir var maye ilə bərk cisim arasındakı cazibə qüvvəsi. Bax, maye ilə bərk cisim arasındakı cazibə qüvvəsi. Bunun adını qoyuram FMB. FMB nə oldu? Maye ilə bərk cisim arasındakı cazibə qüvvəsi. Bir də var. Mayenin öz molekulları arasındakı cazibə qüvvəsi. Maye ilə maye molekulları arasındakı cazibə. Onun da adını qoyuruq FMM. Buna da deyirlər maye ilə maye molekulları arasındakı. Mayenin öz molekulları arasındakı cazibə qüvvəsi yazsaq daha yaxşı olar. Mayenin öz molekulları arasındakı cazibə qüvvəsi. Hə, indi bax bu iki qüvvənin arasındakı münasibətə görə deyirlər ki, maye isladandır yoxsa islatmayandır. Əgər maye ilə bərk cisim arasındakı cazibə qüvvəsi, yəni FMB mayenin öz molekullar arasındakı cazibə qüvvəsindən çox olsa, bu maye olur isladan. Yəni, bu maye səthə daha çox hopacaq da, çünki cazibə çoxdur axı. Bu maye molekulu, bu da bərk cisim. Maye molekulu səth molekuluna daha çox cəzb eləyəcək. Ona görə də bu maye səthə hopacaq. Yəni, bu maye isladan olacaq. Yox, əgər maye ilə bərk cisim arasındakı cazibə qüvvəsi mayenin öz aralarındakı cazibədən kiçik olsa, onda bu islatmayan maye olacaq. İsladan islatmayan mayeni bərk səthin üzərindəki əmələ gətirdiyi bucaqla da müəyyən edirlər. Əgər bucaq iti olarsa, bu isladan maye olur. Kör olarsa, islatmayan maye olur. İndi mən bunu şəkillərini səliqəli şəkildə çəkib göstərəcəm.
Bax, yenə yazıram. Bax, belə bir səthdir. Burada belə bir maye əyrisi var. Görək bunu biz rəngləyə bilirikmi? Rəngləyək. Bu dörd bucaqlı rəngləyəcək. Balacalaşdırsaq nə olar? Belə rənglədik. İndi bu mayenin əyilmiş səthi menisk adlanır. Biz bu mayenin səthinə toxunan çəkərik. Toxunan çəkib bu bucağı qeyd eləsək, bu teta bucağı. Bu teta bucağı nəyə oxşadı şagirdlər? Bu teta bucağı itidir, kordur. Bu teta bucağı 0 dərəcədən böyükdür, 90 dərəcədənsə kiçikdir. Sıfırda bərabər də ola bilər. Belə olsa bu cür maye adlanır isladan maye. İsladan maye. Bax, bu görsüz nəyə oxşuyur? Sıçana oxşuyur. Mouse. Əgər teta bucağı 0 dərəcə olarsa, onda bu olacaq tam isladan maye. İndi islatmayan maye nətər olacaq? Onu deyim sizə. İslatmayan mayenin səthi bu forma alacaq. Bunu da bir rəngləyək indi. Bu formada çəkirik və bunun da mayenin səthini qeyd eləyək. Mayenin səthinə daha doğrusu çəkilmiş toxunanı qeyd eləyək. Bax, bu mayenin səthinə çəkdik toxunan. Bu bucağı da qeyd eləyək. İndi bu bucağı görürsünüz ki, həmin teta bucağı 90 dərəcədən böyük, 180-dən kiçikdir. Onda bu olur, bu maye olur islatmayan maye. İslatmayan maye. Onda teta bucağı 180'in özünə bərabər olanda bunda olur tam islatmayan. Tam islatmayan. Deməli, belə bucaqla da müəyyən edə bilərik. Bir də isladan kaplyar boruda isladan mayenin yuxarı, islatmayan mayenin isə aşağı enmə hadisəsi kaplyarlıq hadisəsi adlanır. Təkrar eləyirəm. Kaplyar boru nədir ümumiyyətlə? Diametri millimetr tərtibində olan borulara kaplyar borular deyirlər. Diametri millimetr tərtibində olan borulara nə deyirlər? Kaplyar borular deyirlər. Yəni kiçik borularda kaplyar boruda isladan maye yuxarıya qalxır, islatmayan maye isə aşağıya enir. Həmin hadisəyə isə kaplyarlıq hadisəsi deyirlər. Buraya yazaq isladan maye, isladan maye. Çox kiçik borularda bu olur. Burada yazaq islatmayan maye. Aha. İsladan maye bu kaplyar boruda bunu mütləq şəkildə çəkib göstərək. Bunlar kaplyar borudur. Bu formada mayenin səthi bu forma alır. İslatmayanda isə bu forma alır. İndi bunu yenə rəngləyək və buraları göstərək. Bucağı da qeyd edəcək təbii ki. İndi bu bucaqları qeyd eləyək. Burada da toxunan çəksək görərik ki, bu bucaq iti bucaqdır. Yəni teta bucağı burada pi bölü 2-dən, yəni 90 dərəcədən kiçikdir. Onda bu isladan maye olur. Burada isə bu bucağı görürük ki, bu bucaq kör bucaqdır. Yəni 90 dərəcədən böyükdür.
Bu da ıslatmayan mayedir. Bax, bu forma ala bilir kaplyar boruda. İndi biz keçək düsturlara. Buraya yazıram ki, kaplyar boruda qalxan mayenin kaplyar boruda qalxan mayenin iki nöqtə. Kaplyar boruda qalxan mayenin çəkisi, bir düsturları yazacağım indi. Kaplyar boruda qalxan mayenin çəkisi. Bu düsturla hesablanır. Səthi gəlimə qüvvəsinə bərabərdir həmin qüvvə, çəki. O da təbii ki, hansı düsturla hesablanacaq? 2 pi r sigma və yaxud pi d sigmaya bərabərdir. Sonra kütləsi, kaplyar boruda qalxan mayenin kütləsi mg'yə bərabər eləyəcək təbii ki, mayenin çəkisini mg bərabər eləyəcək 2 pi r sigmaya və buradan m'i tapasıyıq. M buradan bərabər olacaq 2 pi r sigma bölünsün J və yaxud pi d sigma bölünsün J. Sonra kaplyar boruda qalxan mayenin həcmi. Təbii ki, bunlar hamısı bir düsturdan çıxır. Həcmin düsturu nətəridir? V bərabərdir M bölünsün rho. Deməli, mən bu ifadəni rhoya bölsəm, alacam həcmi. Yəni, V bərabər olacaq 2 pi r sigma bölünsün rho J və yaxud pi d sigma böl rho J. Sonra həcmin də dedik. Kaplyar boruda qalxan mayenin hündürlüyü. Bunu biz çıxarışını eləyək. Bunu yazaq ki, hündürlük nətər olur? Kaplyar boruda qalxan mayenin hündürlüyü və ya enən də deyə bilərik. Bu məqsədlə biz yenə kaplyar boru çəkməliyik. Bax, belə bir şey. Bax ki, bu kaplyar borudur. Maye tökmüş içinə. Maye əgər isladandırsa, bu boruda yuxarıya doğru qalxacaq və sonunda bunun səthi bu forma alacaq. Bu maye bu boruda yuxarı qalxa bilməsi üçün səthi gəlmə qüvvəsinə bərabər bir qüvvə tətbiq etməliyik ona. Qüvvə tətbiq olunmalıdır. Həmin qüvvə səthi gəlmə qüvvəsinə modulca bərabər olmalıdır. Bayaq da dedik ki, həmin səthi gəlmə qüvvəsi də mayenin çəkisinə bərabərdir. Deməli, biz burada kaplyar boruda qalxan mayenin hündürlüyünü də biz nə desək? H desək. Kaplyar borunun en kəsiyinin sahəsinə də biz bir S desək. Bu sahədir. Burada bir S desək. Onda kaplyar borunun həcmi belə tapılacaq. SH. İndi biz düsturları yazaq. Deməli, mg bərabər eləyəcəyik səthi gəlmə qüvvəsinə. Mg'nin yerinə mən rho v yazacağım. Rho v j bərabərdir. Səthi gəlmə qüvvəsinin yerinə yazacağım. Sigma vurulsun 2 pi r. Mən rho vurulsun v-nin yerinə sh yazacağım. Sh çünki həcm düsturu belədir. Vurulsun j bərabərdir 2 pi r sigma. Mən s də bu diametr, bu s dairə şəkildə olduğuna görə s'in yerinə biz yaza bilərik pi r kvadratı vur h. Yəni s'in yerinə pi r kvadratı yazdıq. Yazıram s vurulsun pi r kvadratı vur h vur j. O da bərabər 2 pi r sigma. Buradan ixtisarlar aparaq. Pi'lər gedir. R'in biri ilə gedir. Qalır nə? Rho j h r bərabər olur 2 sigmaya. Və buradan da biz h'ı tapsaq, olacaq 2 sigma bölünmüş rho j r. Beləliklə, kaplyar boruda qalxan mayenin hündürlüyü 2 sigma böl rho j r düsturu ilə hesablanır. R'in biz, diametrin biz
diametrin yarısına bərabər olduğunu nəzərə alsaq, gətirib burada yerinə yazanda, onda düsturu bu şəkildə alarıq. H bərabər olacaq 4 sigma bölünsün rho j d. Bu da kaplıyer borda qalxan mayenin hündürlüyünün düsturu olur. Növbəti düsturu olur. Və qrafikdən görürük ki, kaplıyer borda qalxan mayenin hündürlüyü radiusdan, diametrdən tərs mütənasib aslıdır. Yəni, buradan tərs aslı olacaq bu formada. Bax belə. Əgər boru kvadrat şəkilli olsa, boru kvadrat şəkilli olsa, onda biz hündürlük düsturunu belə alacağıq. H bərabər olacaq 4 sigma bölünsün rho j a. A burada kvadrat şəkilli borunun tərəfidir. Onu da burada mən çəkməyə çalışım. Və belə bir boruda da ki maye yuxarıya doğru qalxırsa, H hündürlüyünə qədər qalxırsa, onda bu düstur bu formada olur. Bu A kvadratın tərəfinin uzunluğudur. Bunlar da bu şəkildə oldu. İndi səthi gəlmə qüvvəsi bu mayeni yuxarı qaldıranda bir iş görür. Həmin işə deyirlər səthi gəlmə qüvvəsinin gördüyü iş. Buradan yazaq ki, səthi gəlmə qüvvəsinin gördüyü iş. Səthi gərilmə qüvvəsinin gördüyü iş. Ümumiyyətlə, işin düsturu nətəridir? İş qüvvə ilə onun yer dəyişməsinin hasilinə bərabəridir. Onda səthi gəlmə qüvvəsinin gördüyü iş, səthi gəlmə qüvvəsi ilə onun H hündürlüyünə qaldırdığı suyun səviyyəsinin hündürlüyünə vururuq. Və salam, səthi gəlmə qüvvəsi yenə biz 2 pi r sigma yazacağıq. H-ın da yerinə yazacağıq ki, 2 sigma böl rho j r. Burada ixtisar gedənlər var. Onlar bir dənə R ixtisar gedəcək orada. Qalacaq nə? 4 sigma kvadratı pi bölünmüş rho j. Bax, bu şəkildə olacaq. Son olaraq düsturu ayrıca səliqəli şəkildə yazsaq, deməli A bərabər olacaq 4 sigma kvadratı pi bölünmüş rho j olacaq. Bax belə. Mayenin əyilmiş səthi təzyiq yaradır. Həmin təzyiqin adına isə biz Laplace təzyiqi deyəcəyik. Yazırıq bura. Laplace təzyiqi. Ümumiyyətlə, təzyiq P hərfinə şər olunur. Düsturu belə idi. Rho J H. O da bərabərdir. Rho J H-ın az əvvəl yazdığımız düsturunu gətirib yerinə qoysaq, olacaq 2 sigma böl rho J R. Burada rho J'lər ixtisar gedir. Düsturumuz olur 2 sigma bölünmüş R. Və burada R'in D bölü 2 olduğunu nəzərə alsaq, və yaxud da olacaq 4 sigma bölünsün D. Deməli, təzyiq bu düsturla hesablanır. Bunu da yenə ayrıca yazaq. P bərabərdir 2 sigma böl R. Burada yaxud da yaza bilərik 4 sigma böl D. Bu da mayenin əyilmiş səthinin yaratdığı təzyiqdir ki, bu düsturdan hesablanır. Bax belə. Bugünkü dərsimiz mayələrin xassələrinə aid idi. Gələn dərslərimizdə
bərk cisimlərin xassələrindən sizə danışacağım.